İnsan elmindən və onunla nə əməl etməsindən məsuliyyət daşıyır. Hər kəsə aiddir bu. Tək belə anlaşılmasın ki, bu xüsusi olaraq alimlərə, elm sahiblərinə, yox, hər bir müsəlmana, ümmətin hər bir kişi və qadınına. Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü insanların Allahın qarşısında əldə etdikləri elm barəsində soruşulması haqqında xəbər vermişdir. Allah Rəsulu xəbər vermişdir ki, qiyamət günü insanlar öyrəndikləri elm barəsində mütləq sorğu-sual olunacaqlar. Necə ki, Əbu Bərzə Əl-Əsləmi radiyallahu anhu səhabədir. Deməli, onun rəvayət etdiyi hədisdə diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, لا تزول قدم عبد يوم القيامة حتى يسأل عن أربع. Rasulullah buyurur ki, insan, qul 4 şeydən soruşulmayana qədər qiyamət günü ayağını tərpədə bilməyəcək. Və Rasulullah sallallahu aleyhi və səlləm hədisdə xüsusən onlardan biri də elm barəsindədir ki, insan öyrəndiyi elm haqqında soruşulacaq ki, və o elmlə nə əməl etdi?